Bir müddət əvvəl ARB telekanalında yayımlanan Səni axtarıram və Elgizlə izlə verilişlərinin efirdən yığışdırılmasından sonra bu iki tanınmış aparıcının telekanalla əməkdaşlığı davam edir. Mətbuatda yayılan məlumata görə Xoşqədəm Hidayət qızı və Elgiz Əkbər hazırda birgə yeni televiziya proqramı üzərində çalışırlar. Layihənin detalları hələlik ictimaiyyətə açıqlanmayıb. Mənbələrin verdiyi informasiyaya əsasən, yeni verilişin məzmunu və formatı barədə rəsmi məlumat yoxdur. Verilişin aparıcısının kim olacağı da hələlik gizli saxlanılır. Xoşqədəm Hidayət qızı və Elgiz Əkbər özləri bu yeni layihədə efirə çıxmayacaqlar. Onlardan biri layihənin rəhbəri, digəri isə rejissoru kimi iştirak edəcək. Bu məlumat Kontekst.az saytına istinadən bir neçə media orqanı tərəfindən yayılsa da, ARB telekanalı və ya aparıcıların özləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Televiziya izləyiciləri arasında kifayət qədər populyar olan bu aparıcıların yeni layihəsi haqqında əlavə detallar açıqlanarsa, izləyicilərə mütləq çatdıracağıq. Yeni proqramın nə vaxt efirə çıxacağı və hansı formatda olacağı barədə hər hansı rəsmi məlumat yoxdur. Abunə olun və bildirişləri aktiv edin ki, xəbərin davamı çıxan kimi sizə ilk olaraq çatdıra bilək.